Nizami Hekim, Nizami Hekim, şair, Kızıllar Teşkilatı'ndan aynı zamanda Servin Seyyid Mesleğimizin Reyna Hanım Çarmıh, Binegeli Teşkilatı'nın Binegeli Teşkilatı'nın şehirleri, gaziler ve işçilerin Servin Hanım. Zinyat Hanım, Binegeli Teşkilatı'nın Servin'i, Ali Salyan Teşkilatı'nın, yani Karadağ Regional Teşkilatı yapmış. Salyan, Nefsala, Şirvan, Karadağ. Üstü. Terana Hanım. Terana Hanım İbrahimli, Terana Hanım Sanadova, Sədrin baş məsləhətçisi. Uzun illərdir, yani 2 ildən artıqdır, birlikte faaliyet göstərir. Əvvəl Yeni İctimai Nəzarət Şubəsində olmuşdur. İnsanlar həbs olundular. Rasim yok. O da Rasim Məhmədovdan sonra olmuşdu. Ramil Şükürov. Ramil Şükürov. Rasim Məhmədov polisi. Rəfiqə xanım Osmanova, Karadağ Regional Təşkilatının sədri. Onun kızının yanında ben həyat yoldaşımın hanım. Nəvəm pikniki çok sevir. İsmailli Təşkilatının sədri Üzümçü Kemal. Yani üzüm problemimiz olmayacak. Kemal özü gönderir. Asim müəllimi təqdim elədim. Qarabağ müharibəsi veteranıdır. 1-ci dərəcəli əlildir. Fəxrəddin Mürsəlov Cəbrayıl Regional Təşkilatının sədridir. Sədrin Qadir və ümumi məsələlər üzrə müavinidir. Asif Quliyev Beyləqan Regional Təşkilatının sədridir. 3 rayonu əhatə edir və sədrin 1-ci müavinidir. Şahiyar müəllimi təqdim elədim. Sumqayıt Təşkilatının sədri. Təşkilatı məsələlər üzrə sədri müavini. Məlahət xanım əməkdar müəllimədir. Xəzər rayonu Təşkilatının sədridir. Zərifə xanım şairədir, Sumqayıt Təşkilatının üzvüdür. Facebook'tan tanıyarız. Şəhla xanım Şəmkir Təşkilatının üzvüdür. Tarixçiliyi, etnograftır. Facebook'ta son vaxtda həddindən artıq tərcih üzvü. Cahan Zülfiqarov. Cahan Zülfiqarov'la tanışılmaya ihtiyacım var. Emin Yasaman Rayon Təşkilatının sədridir. Təzə qoşulub bizə bir müddət biz sədrliyi kimliyi icra edirik, sonra bugün təsdiq edilir. Zərfər Vəliyev. Ha, deməli, Kürdən bir təşkilatın üzvüdür. Sonra Arzu Xanım. Qərtay Rayon Təşkilatının sədridir. Sədrin ekoloji məsələlərimizin müavinidir. Bugünkü tədbirin rəhbəri və təşkilatçısıdır. Cahan Zülfiqarov. Cahan Zülfiqarovun qardaşıdır, 50 yaşı təzə tamam olub. Bu yaxında böyük oğlu Balakçıya da toy elədi. Avqustun 3-də o toyda iştirak elədik. Sağ olsun. Mən Zülfiqarov Təyyar Mahmudoğlu, ali təhsilliyəm, bir neçə təhsilim var, hüquqşünasam, uzun illərdir bu sahədə fəaliyyət göstərirəm, artıq 2 ildir məhkəmələrdən uzaqlaşmışam. Xəstəliyimdən uzaq yox, çətin yol olduğundan, amma hərdən görsəm bəzi məsələlər olur, müdaxilə edirəm. Bu qədər. Çox sağ ol. Nuş olsun, nuş olsun başlayın.